Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz və hörmətli bacı və qardaşlar, hamınızı xoş gördük. Bəzi suallar hal-hazırda ünvanlanır və bəzi şübhələr düşmən tərəfindən sosial mediada, televiziyalarda, xəbər agentliklərində ünvanlanır və hamısı da hədəf budur ki, İranın məğlubiyyətini və Amerikanın qələbə rəvayətini dünyaya qəbul etdirsinlər, hansı ki, bu günə qədər başarılı olmuyor və inşallah bundan sonra olmayacaq. Amma bəzi suallar və bəzi şübhələr təbiidir ki, hallanır, ünvanlanır və inşallah çalışacaq ki, onlara cavab verək. Amma hər şeydən öncə qeyd etməliyəm ki, bu il Ərbəyin mərasimi hər ilkindən daha fərqli idi. Bu il Ərbəyin mərasimi hər ilki Ərbəyin mərasimindən daha çox öz mahiyyətinə, öz fəlsəfəsinə və öz məqsədinə daha yaxın idi. Əgər biz bu Ərbəyin yürüşünü və biz əgər bu eşq yürüşünü İmam Zaman əleyhissalamın zuhuruna gedən bir yol bilsək, əgər biz bu beynəlxalq dünya səviyyəsində misli olmayan bu tarixi yürüşü haqq cəbhəsinin birliyi kimi ünvanlasaq, bu il tam fərqli bir ab-hava yaşandı. Niyə? Çünki bu il Ərbəyinin ilk zairi şəhid rəhbərimiz idi. Rəhbərin dəfn mərasimində bildiyiniz kimi əziz şəhid rəhbərimizin pak və mütəhhər cənazəsi Nəcəf və Kərbəla şəhərində ziyarət etdi və İraq xalqı, həmçinin İran xalqı ilə bir yerdə ona Ərbəyinin ilk zairi, ilk zəvvarı adını verdilər. Hansı ki, uzun illər Kərbəlaya və Nəcəfə getmək arzusu var idi və sonunda bu arzu həyata keçdi. Amma niyə önəmlidir və niyə bu il tam ayrı bir ab-havası var idi? Çünki bu il İslam cəbhəsinin fərqli bir oyanışının şahidi olduq. Çünki bu il bu İranla Amerika müharibəsinin nəticəsində bütün dünya sanki bir həqiqətə vardı və İslam ordusunun, həqiqi İslam ordusunun gücünü və qüdrətini gördü. Və onunla da müsəlman xalqlar qürur duydular, müsəlman xalqların fitrəti oyandı və müsəlman xalqları bu haqq cəbhəyə olan rəğbətlərini, maraqlarını və həvəslərini və eşqlərini bir daha öz qəlblərində hiss etdilər və bu Ərbəyin yürüşü ona görə önəmlidir ki, bu İslamın və bu müsəlmanların birliyində biz intiqam bayraqlarının, şəhid rəhbərimizin şəkillərini və onu yad edən zəvvarları gördük və bir növ bütün müsəlman cəbhəsi, bütün müsəlman xalqları daha doğrusu bu yürüşdə bir daha sanki İmam Hüseynlə və İmam Zaman ağa ilə öz beyətlərini təzələdilər. Ona görə bu 20 milyondan çox iştirak etmiş bu əzəmətli yürüş bu il tam ayrı bir ab-havası var idi və bir siyasi ab-havası var idi, mənəvi və o İslami ab-havadan başqa. Hər ki, yəni İslamda siyasətdən ayrı deyil və İslamın özü və mahiyyəti ilə siyasətdir. Və təbii ki, düşmən də bu Ərbəyində hər ilkindən daha şiddətli şəkildə, hər ilkindən daha çox çalışdı ki, bu mərasimdə hansısa müxtəlif bəhanələrlə, müxtəlif sözlərlə, müxtəlif mövzularda bu müqəddəs birliyi bizim əziz rəhbərimizin daima istifadə etdiyi lüğətdir. Bu müqəddəs birliyi pozmaq istəyirdilər. Misal olaraq İranlılarla ərəblərin arasında hansısa bəzi yerlərdə, bəzi mövkiblərdə, yollarda istəyirdilər ki, dava salsınlar ki, əlhəmdülillah heç vaxt başarılı olmadı. İranlıları və o inqilaba və rəhbərə sadiq olan şəxsləri bəzi yerlərdə duyğusal hərəkət edib o Şirazi dəstəsinə bağlı olan şəxslərə qarşı istəyirlər aqressiya göstərməsinlərə səbəb olsunlar ki, onunla da İran və İraq xalqının arasında bəzi narahatçılıqlar yaransın. Səbəb bu idi və istəyirdilər ki, belə bir ixtilaf yaransın ki, əlhəmdülillah onu da başarmadılar. Niyə İraq xalqı? Çünki İraq xalqı baxın əksəriyyət Şirazini qəbul etmir. Yəni onu müqəllidə deyirlər və ya onu öz rəhbərləri bilmirlər, böyük əksəriyyət. Amma İraq xalqında belə bir düşüncə var ki, onlar onu mərcə təqlid bilirlər və mərcə təqlidlərə və müştəhidlərə ümumiyyətlə İraq xalqında böyük hörmət var və deyirlər ki, onlara hörmətsizlik etmək olmaz. Bu onların daxili məsələsidir, indi ona yanaşmaq istəmirəm. Onların bu hissinə qarşı istəyirlər ki, İranlılar bir nəsə hörmətsizlik etsinlər, İranlılarla İraqlıların arasında bir ixtilaf yaransın ki, əlhəmdülillah alınmadı.
Və çox, yəni baxsaq ki, hansı mövzularda bunlar ixtilaf yaratmaq istəyirlər bu il, əlhamdülillah heç biri alınmadı. Misal olaraq elə də hər yerdə var. Azərbaycanlıların da içində çıxırdı bəziləri ki, bu bayraqla çıxmıyor, mən deyən bayraqla gedin, bu bayraq nə bilim belədir, elədir. Və çalışırdılar ki, yəni müsəlmanlar və bu mərasimdə iştirak edənlərin arasında 2 dəstəlik, 3 dəstəlik yaratsınlar. Əlhamdülillah Rəbbil Aləmin heç bir planları həyata keçmədi və bu il Ərbəin də hər ilki kimi möhtəşəm, misilsiz və təmtəraqlı keçdi. Amma qayıdaq mövzumuza və İranla Amerika arasında müharibə. Baxın, hər şeydən öncə mən bir şey qeyd etmək istəyirəm. Bu günlər görürsünüz ki, Wall Street Journal-dan tutmuş Axios-a qədər hamısı bir yazının üstündə işləyirlər və bu da odur ki, razılaşma əldə olunur, danışıqlar müsbət nəticə verir, hər an ehtimalı var ki, bu elan olunsun. Trump da onu deyir, onu Xarici İşlər Naziri də deyir. Hamısı belə bir xəbərlər yayırlar ki, neft bazarını sakinləşdirə bilsinlər, kontrollarını saxlaya bilsinlər. Müzakirələr haqqında və hal-hazırda gedən danışıqlar haqqında 2 cümlə, 3 cümlə desə kifayətdir və nə olacaq inşallah onu növbəti saatlarda, günlərdə biz biləcəyik. Danışıqlar İranla Oman arasında gedir və Hörmüz boğazının açılıb açılmamasına heç bir dəxli yoxdur. Amerikalılara heç bir dəxli yoxdur. İranla Oman arasında bir danışıqlar gedir. Nəyin üzərində? Baxın, Hörmüz boğazında koridor ki var idi, yəni müharibədən öncə ki, yol ki var idi, gedirdi. Bu yol qərar idi ki, Hörmüz boğazından Fars körfəzinə daxil olan gəmilər İran tərəf bir koridordan ki, əksəriyyəti İran tərəfdədir, oradan keçsinlər və Hörmüz boğazından keçmək istəyənlər başqa bir koridordan keçirlər ki, müəyyən miqdarı Oman tərəfində idi. Və 60 ildən çoxdur ki, Beynəlxalq Gəmiçilik İdarəsinin təyin etdiyi bir qanun və yol əsasında bu koridorlar açılmışdır və hal-hazırda bilirsiniz ki, İran deyir ki, yeni bir koridor var, o əsli koridorlara bağlıdırlar. Larak adasının şimalından daxil olub, cənubundan çıxmaq lazımdır gəmilər. Oman sahillərindən Amerika yeni bir koridor açmaq istəyir özü üçün ki, adını da elə Amerika koridoru qoymuşlar, cənubi koridor əvəzi. Və hansı ki, bu dəqiqə tam şəkildə bağlıdır. Oradan keçmək istəyən gəmilər dərhal ya xəbərdarlıq alırlar və əgər xəbərdarlığa etina etməsələr hədəf alınırlar. Belə bir vəziyyətdə İranla Oman arasında danışıqlar gedir ki, müştərək razılıqla bir orta məxrəz gəlsinlər və bir koridor müəyyən etsinlər, bir yol ki, həm Fars körfəzinə daxil olmaq üçün, həm çıxmaq üçün gəmilər üçün bir yol təyin olunsun və onun üzərində danışıqlar gedir. Hər hansı bir xəbər ki var ki, İran razılaşıb ki, Hörmüz boğazını qeydsiz, şərtsiz açsın. Bəziləri deyirlər ki, İran razılaşıb ki, oradan pul almaq mövzusunu tam şəkildə qaldırsın və belə bir iddia etməsin və bu xəbərlərin hamısı mahiyyəti yalandır, hamısı mahiyyəti sanki Trump üçün saxta bir qələbə əldə etmək üçündür və sonda görəcəyik, əgər bir anlaşma olarsa, əgər bir anlaşma mətni üzə çıxarsa, gələcək ki, o anlaşmanın mətni İranın xeyrinə olacaq. Yəni, başqa bir yolu yoxdur. İran öz xeyrinə olmayan bir razılaşmaya gəlməyəcək, İran öz xeyrinə olmayan heç bir şərti qəbul etməyəcək və bu aydın məsələdir. Ən azından bu dəqiqə bunu artıq bütün dünya qəbul etməlidir. Amerikalı bir ekspertə baxırdım, deyirdi ki, Trump hal-hazırda yalandan Hörmüz boğazında bir qələbə əldə edib bütün dünyaya göstərməsi ki, Hörmüz boğazını açdım. Amma bu həqiqəti heç kim unutmamalıdır ki, bu müharibədən öncə bu Hörmüz boğazı zaten açıq idi və heç bir problemsiz gəmilər tərəddüd edirdilər. Yəni, hər halda Trumpın məğlubiyyətidir. Hər halda Trumpın və Amerikanın məğlubiyyətidir bu. Amma yenə də qeyd edirəm ki, heç bir İranın ziyanına olan bir razılaşma bu məsələdə səhnəyə çıxmayacaq və təbii ki, hər nə çıxsa, yəni əgər Amerika orada gəlib desə ki, mən qeydsiz, şərtsiz təslim oluram İrana, nə istəyir verəm, yenə də bəzilər çıxıb deyəcəklər ki, yox, burada bu xəsarət idi, burada bu məğlubiyyət idi, biabırçılıq idi, İran məğlub oldu. Belə görüntülər, yəni təbiidir ki, çıxacaq ortaya. Hər nə yazılsa da belə bir görüntülərin çıxmağı gözlənilir və təbii və olmalıdır da, təbii deyil, amma olacaq. Amma bunu bilək ki, hər hansı bir mətn çıxacaqsa buradan, yalnız bunu bilək ki, bir, Omanla İran arasında olan bir danışıqdır. Hörmüz boğazının açılıb açılmamasına heç bir dəxli yoxdur. Hörmüz boğazının açılması yalnız və yalnız memorandumun 13-cü bəndinə aiddir ki, orada qeyd edir ki, İranın şərtləri həyata keçməli, Livandan geri çəkilməlidir, Siyonist rejimin ordusu, İranın dondurulmuş pulları azad olunmalıdır, İranın sanksiyaları ləğv olunmalıdır, dənizdəki mühasirə ləğv olunmalıdır. Ondan sonra İran Hörmüz boğazını tədrici şəkildə açmaq haqqında bəlkə nəsə praktiki addımlar atar. Hörmüz boğazının açılmağı yalnız ona aiddir. Hal-hazırda Omanla İran arasında Amerikaya heç bir dəxli olmayan bir danışıqlar gedir.
Hörmüz boğazında yeni koridor təslim etmək üçün. Bu qədər və inşallah nə olacaq növbəti saatlarda elan olacaq. Növbəti bir mövzu ki var. Neçə gün öncə Trump qeyd edirdi ki, biz hücum edəcəyik, belə olacaq və bütün dünya gözləyirdi ki, həmən gecə və ya sabahı gecəsi Trump İrana hücum edəcək, yəni də müharibə geniş miqyaslı formatına geri dönəcək. Ki Trump birdən çıxdı və dedi ki, Saudi Ərəbistanı bizdən xahiş elədi, İranlılar dedilər ki, bizi vurmayın falan və mən də razılaşdım ki, day hücum etməyim. Bu bir geri çəkilməkdir. Bu Trump tərəfindən yeni bir məğlubiyyət idi. Bildiyiniz kimi dəfələrlə belə olub və geri çəkilib, həmişə də ya Ərəbistan boyuna atılıb, ya Qətərin, ya Pakistan və s. Və bu bir növ qələbə idi İran üçün və səbəbi nə idi? Niyə Trump geri çəkildi burada? Baxın, mən baxırdım ki, bəzi ekspertlər 5 səbəbin üzərində danışırlar. Bu 5 səbəbi mən siyah kimi yazmışam. Bəzi qeydləri də mən inşallah əlavə edəcəm. Birinci qeyd budur ki, Amerika əmin oldu ki, İran tərəfi geri çəkilməyəcək. Əbdülbari Ətvan Fələstinli ekspert deyir ki, 5 şərtin birində deyir ki, artıq Amerikada dəqiq və əmin oldular ki, bu hücum nə qədər sarsıdıcı olsa da, nə qədər geniş miqyaslı olsa da, nə qədər ağır hücumlar olsa belə İran geri çəkilməyəcək və İranın təsliminə və ya İrandan imtiyaz almağa səbəb olmayacaq. Yəni hücumlar baş verəcək, amma heç bir nəticə yenə də əldə olmayacaq. Hücum edəsən yenidən və yenidən imtiyaz ala bilməyəsən və yenidən İran təslim olmaya, bu sənin üçün daha ağır, daha biabırsı bir məğlubiyyətdir. Bu birinci şərt kimi qeyd edilir. İkinci, ABŞ rəhbərliyinin, xüsusilə də hərbi komandirliyin ciddi etirazı var idi. Trumpa dəqiq şəkildə xəbərdarlıq edilirdi ki, İran sənin ikinci Vyetnamına çevriləcək və əgər bu hücumlar baş verərsə və bu hücumlar hansı istiqamətə gedəcəyini kontrol edə bilməliysə, bu sənin üçün daha ağır məğlubiyyət ola biləcək. Baxın, bunun niyə bu sözü deyirlər və niyə iddia edirlər? Amerikanın xəbər agentliklərinə, indi mən qeyd etməyəcəm, mən istəyirəm ki, maksimum dərəcədə qısa bir zamanda bu söhbəti yığım. Ona görə hər bir sözə bir stat gətirsəm, çox uzun çəkəcək. Bu söhbətlərin hamısını Amerika medialarından deyirəm, xahiş edirəm bunu bizdən qəbul edin. CENTCOM komandiri Brett Cooper Trump tərəfindən bir missiya ona tapşırılır və o deyir ki, 2 həftəlik bir hücum planı həyata keçir. Hazırlar, üzr istəyirəm. Bu 2 həftəlik planda səndən istəklərim bu olacaq ki, İranın cənubundakı infrastrukturları hədəf al və Hörmüz boğazının açılmasına səbəb olsun. İranın rəşid sənayesini zəiflət ki, bizim bazalara bu qədər hücum edə bilməsin. 3. Amerika tərəfindən heç bir itki verilməsin. Və 4. Bu müharibə geniş miqyaslı olmasın və regiona yayılmasın. Məhdud bir coğrafiyada qalsın və İranın cavabları da məhdud bir coğrafiyaya yönəlsin. Belə bir istəyi olur və Brett Cooper'in də cavabı neçə müddət araşdırandan sonra belə olur ki, belə bir hədəfi, belə bir planı həyata keçirə bilmir. Yəni, əgər biz istəsək ki, belə bir hücumlar edək və İrandan belə bir imtiyaz alaq, ya çox ağır ikilər vəzi, ya müharibə regional olacaq, regionda böyük təzyiqlər olacaq və s. Daniel Kane Trump'a tərəf yaxınlaşır və deyir ki, bu istədiyini mən eləyə bilərəm. Bir layihə qoyur qabağına ki, Trump'ın o istədiyi hədəflər ki var ki, Hörmüz boğazının qeydsiz şərtsiz açılmasıdır, Amerikanın kontroluna geri qayıtmaq deyil, çünki heç vaxt onların kontrol olmuyor, Amerikanın kontroluna keçməsidir, İranın raket sənayesini zəiflətmək və s. belə bir planı hazırlayır, amma deyir ki, havadan hücumla mən bunu edə bilməyəcəm. Niyə? Çünki bir, həm ofensiv, yəni həm hücum, həm defensiv, həm müdafiə silahlarımız və resurslarımız bunun üçün kifayət qədər deyil və ola bilər ki, bu bizə böhran yaratsın. Əgər bu hədəfləri həyata keçirmək istəyirsənsə, gərək qurudan hücum olsun. Və qurudan hücum nə deməkdir? Bunu artıq hamı bilir və Amerikadan nə qədər itki veriləcək və nə baş verəcək bilinmir. Və bu layihə ilə də heç bir zamanda Amerika və ya Trump bunu qəbul edə bilməz. Çünki bilir ki, əgər qurudan bir hücum olarsa, hər hansı bir əskər ayağını İran torpağına basarsa, o artıq sağlam evinə geri dönməyəcək. Bu artıq aydın bir məsələdir. Siyonist lobbisi Trump'a təzyiq edirdi. Yenidən 40 günlük müharibədə necə onu aldadıb bu müharibəyə daxil etdilərsə, yenidən həmən lobbi təzyiq edirdi və Trump'ı qane etməsiydi ki, bu dəfəki hücum nəticə verəcək və s. Amma artıq Trump'da bu qərar gəlmiş və Trump bu nəticəyə gəlmişdi ki, hətta İsrail belə bu müharibə daxil olsa, hətta proksi qüvvələri ki, separatçı kürdlər olsun və s. də daxil olsalar belə,
yenə də istədiyi nəticəni əldə etməyəcək və yenə də İranı məğlub edə bilməyəcək, İranın siyasi rəhbərliyini aradan apara bilməyəcək, İranın siyasi iradəsini aradan apara bilməyəcək, İranın cavab zərbələrini də məhdudlaşdıra bilməyəcək ki, heç daha da sarsıdıcı və daha da ağır olacaq. Dördüncü, İranın yeni silahlarının meydana çıxmasıdır. Baxın, Yordaniyaya olan hücum ki, öncəki söhbətimdə də onu qeyd etdim, ondan öncəki söhbətdə də bu niyə çox önəmlidir? Baxın, bu game changer bir məsələdir. Game changer yəni qaydalar və oyunu dəyişən bir hücum idi. Yordaniyaya olan hücum. Yordaniyaya olan hücum niyə önəmlidir? Çünki heç bir havada müdafiə sistemi onu zərərsizləşdirə bilmədi ki, heç bir radar bu raketləri izləyə bilmədi ki, heç bir AVAX təyyarəsi bu raketlərin qalxmasını görə bilmədi ki, bu raketlər 30-40 saniyə hədəfə dəyməmişdən öncə yalnız əskərlərin belə göyə baxıb görməkləri ilə müşahidə olundu. Yəni İran elə bir hücum etdi ki, Amerika nə anladı ki, bu raketlər hazırdılar. Raketlər vurulandan sonra da başa düşmədi. Raketlər çatana yaxın sadəcə gözlə gördülər. Və orada ağır itkilər verdilər. Orada insani itkilər çox ağır oldu. O F-35'lerin vurulmasından əlavə, o radarların vurulmasından əlavə Amerikanın özü deyir ki, 3 əskər orada öldü. Və birinin hətta deyirlər ki, cənazəsi tapılmadı. Yəni o hücumun şiddətindən. Peyk görüntüləri gəlir və orada olan hücumu ki, bir əskərin videosu, Amerikanın bir əskər video çəkir o raketin dəyməsindən və orada olan görüntülərdən, peyk görüntülərlə ölçürlər və baxırlar ki, o hücum haraya olub? Amerika əskərlərinin yataqxanasına. Yəni əgər 3 ölü varsa və partlayış və hücum o qədər ağır olub ki, birinin cəsədi belə tapılmayıbsa, orada başqa əskərlərin də sağ çıxmaq şansı çox aşağıdır. Və ona görə də itkilərin sayəsini yalan deyirlər, itkilərin sayı bundan daha çoxdur və bu game changer, yəni artıq İran tapıb və o gücə malikdir ki, sizdən itki ala bilsin. Bu game changer bir məsələ, oyun dəyişən bir qaydadır bu. Necə ki, Guardian yazırdı, yəni bunu mən demirəm, bunu başqası demir. Guardian özü bir yazısında yazırdı ki, ümumiyyətlə CENTCOM-un və Amerikanın, Pentagonun itkilər haqqında nə deyirsə hamısı yalandır. İtkiləri bundan qat-qat artırdı, itkilərin sayısı çox yuxarıdır. Pentagonun və CENTCOM-un yaydığı bütün xəbərlər yalandır. İtkilər sayısında bunu mən demirəm, Guardianın özü deyir. CIA-nin keçmiş baş komandiri deyir ki, regionda bu neçə müddətdə İran tərəfindən 11 CIA-nin ən gizli bazaları hədəfə alındı. İtkilər oldu. CIA-nin Orta Şərqdəki və regiondakı ən böyük komandirlərindən də bir neçəsi bu hücumlarda öldülər. Bunu CIA-nin keçmiş baş komandiri deyir, bunu biz demirik. Ya etiraf edir daha doğrusu. Və o da qeyd edir orada söhbətlərin ardında ki, CENTCOM-un yaydığı o insan itkiləri ki, 17-18 nəfərlə ümumiyyətlə yalandı və sayı bundan qat-qat daha artıqdır. Və bunların hamısı dəyişilən bir, onları fikrə vadar edən bir şeydir. Yəni bundan sonra siz belə bir şeylərlə üzləşəcəksiniz. Yeni nəsil Xeybər şəkərlərlə üzləşəcəksiniz. Yeni nəsil raketlərlə siz üzləşəcəksiniz. Yeni nəsil pualarla, kamikaze pualarla, hədid-110-la siz üzləşəcəksiniz. Və bundan sonra daha şiddətli və daha ağır hücumlar olacaq. Baxın, müharibədən öncə nə deyirlər? İranın 1500 balistik raketi var, İranın 3000 balistik raketi var, İranın filan qədər raketi var. Biz nə deyirdik müharibədən öncə, podkastlərimizə xatırlasaz, deyirdik ki, Amerikanın İrana müharibəyə başlaması proqramsız bir müharibədir, strateji olmayan bir müharibədir, plansız bir müharibədir. Niyə? Çünki plan budur ki, siz bir yerə hücum edəndə, siz yəni deyəndə bir orduya hücum edəndə, bir ölkəyə hücum edəndə, bilir ki, bunun nə resursları var, hansı silahları var, hansına nə qədər vardı, hardadır və nə qədər. Bunlar bilmirdilər İranın nə qədər raketi var. Bunlar bilmirdilər İranın nə qədər puası var, İranın nələri var, İranın üzə çıxartmadıqları nədir. Və indi bilirlər ki, İranın raket sənayesi ümumiyyətlə heç vaxt bitməyəcək. Niyə? Çünki bu raket istehsalı yerin üzünə yox, hamısı dağların altındadır və onları sıradan çıxartmaq ümumiyyətlə praktiki baxımından mümkün deyil. Bunlar artıq hesablamalarında bu qənaətə gəliblər ki, İranın raket və PUA sənayesi heç vaxt bitməyəcək. Sonsuz bir resursa sahibdir İran. İndi bəziləri sual deyirlər ki, necə olur Amerikanın balistik raketləri bir sırası demək olar ki tükənib, bir sırasının 70-80% gedib. Tomahawk ki Amerikanın ən stratejik kruz raketidir, 50% hal-hazırda istifadə olunub. Siz deyirsiniz ki, İran raketləri hələ bitməyib. Bəli, bitməyib. Bu acı həqiqəti İranın məğlubiyyətini istəyənlərə
demək lazımdır və onlara başsağlığı demək lazımdır ki, bunu qəbul etməlisiniz ki, bəli, Amerika resursları bitir, İran resursları hələ bitmir və bitməyəcək də. Çünki İran özünü elə aparır ki, İran davranışığında, ədəbiyyatında, təkcə danışıq deyil, rəftarında özünü elə aparır ki, yəni daha ağır müharibəyə mən hazıram. Niyə? Səbəbi sadədir. İran 40 ildir, 30 ildir, 25 ildir bu müharibəyə müxtəlif formatlarda hazırlaşır. İran bu müharibə üçün fərqli ən ağır ssenarilər üçün hazırlaşıb. İranın hazırlaşdığı 40 günlük müharibə deyildi. İranın hazırlaşdığı Amerika və NATO bütün güclərlə İranın üzünə gəlməkdir. İran bu ssenari üçün hazır idi. İran hələ də hazırdır ki, Amerika, NATO ilə və bütün varlığı ilə və bütün gücü ilə İranın üstünə gəlsinlər. Təbii ki, İran darmadağın olacaq, təbii ki, İranın infrastrukturları çox hədəfə alınacaq, İranın sənayesi, İranın inkişafı və sairə ciddi ziyanlar olacaq. Amma İran da onlara həmən taleyi yaşatmağı hazırlaşıb regionda və hətta regiondan da daha irəli getməyə hazırlaşıb. Ona görədir ki, İran hal-hazırda daha əli açıqdır, ona görədir ki, İran planından və proqramından və hesablamalardan daha irəlidir. Bu bir həqiqətdir. Və 5-ci məsələ ki, qeyd edirlər, müqavimət cəbhəsinin və müqavimət oxunun müharibəyə qoşulması daha şiddətli şəkildə ehtimal var. Baxın, dediyim kimi, Daniel Kem deyir ki, qurudan daxil olmaq lazımdır. Petekset deyir ki, qurudan daxil olmaq lazımdır. Əgər belə bir senaryo olarsa, əgər İrana qurudan daxil olmaq istəyirlərsə, artıq bu məsələ hər yerdə müzakirə olunur və qəbul olunmuş bir faktdır ki, İran, Kuveyt və Bəhreynə daxil olacaq. İranın hər hansı bir adasına, hər hansı bir limanına, hər hansı bir nöqtəsinə bunlar qurudan hücum etmək istəyirlərsə, bu artıq aydın və qəbul olunmuş bir məsələdir ki, İran da Kuveytə və Bəhreynə qurudan daxil olacaq. Və daxil olacaq, yalnız Kuveytdə və Bəhreyndə qalacaq, bilinmir. Ərəbistana tərəf yönələcək, bilinmir. İraq, Suriyə daxil olacaq yoxsa yox, daxil olmaq ehtimalı yuxarıdır. Yəmən Ərəbistana daxil olacaq yoxsa yox, bəli, daxil olmaq ehtimalı yuxarıdır. Yəmən Birləşmiş Ərəb Əmirliklərinə daxil olacaq yoxsa yox, bəli. Hamısı bir yerdə daxil olacaqlar, hamısı bir yerdə qurudan cəbhə açacaqlar, bəli, ehtimalı yuxarıdır. Amerika və müttəfiqlər bunun qarşısını ala biləcəklər, əsla. Bu məsələdir. Yəmənli, İraqlı, Livanlı, İranlı bir döyüşçü gedirsə, ailəsi ilə sağollaşır, şəhadət qüslu alır, vəsiyyətini yazır, çıxır, gedir. Deyir, ya qələbə, ya şəhadət, başqa bir yol yoxdur. Hansı Ərəb Əmirliklərindəki döyüşçülərdən biri bu düşüncəyə gedə bilər? Ərəbistanın hansı bir döyüşçü bu qayda ilə gedə bilər? Kuveyt hal-hazırda Pakistandan bir briqada, yəni nə qədər pul verib ki, bir briqada gəlsin və İraq sərhədlərində sərhəd qoşunları kimi dayansınlar ki, bir də İraq hücum etsə, Pakistanlılar bunlardan müdafiə etsinlər. Amerikalı hansı əskər hazırdır ki, Trumpın bir səhvinə görə, o bəzi kompromatlarına görə başladığı bir müharibəyə görə canını əldən versin? Heç biri. Ona görədir ki, bu hücumlar əgər baş verərsə və əgər bu hücumlar hamısı bir yerdə baş versə, bunlar bunun üçün hazır deyirlər. Mən bir şey oxuyurdum, səhv etmirəmsə, ya Reuters'da idi, ya da ki, Bloomberg'də, dəqiq xatırlamıram. Dedi ki, İranın siqnalları və İranın mesajları hal-hazırda Amerika elədir ki, sən əgər hər hansı bir məhdud, hər hansı bir plan üzrə müharibəyə daxil olmaq istəyirsənsə, məsələn, bir müddətli, bir həftə, 2 həftə, 5 günlük, elə fikirləşmə ki, sənin planın üzrə gedəcək. Eskalasiyanı o qədər yuxarı qaldıracam, gərginliyi o qədər yuxarı qaldıracam ki, müharibənin taleyi nə olacaq, nə sən üçün aydın olacaq, nə mən üçün. Ölüm-dirim müharibəsini aparacam. O qədər şiddəti çoxaldacam, İranın, yəni ədəbiyyatı, İranın bu müharibədə olan davranışı və rəftarı bunu göstərir. O qədər müharibəni genişləndirəcəm, regiondan çıxardacam, çölə qurudan cəbhə açsan, elə qurudan cəbhələr açacam ki, müharibənin taleyini artıq özüm də bilməyəcəm, hara gedəcək. Və bu siqnalların hamısı səbəb olur ki, Trumpın qabağında bir məsələ var. Bu müharibəni başladarsansa, yəni bu sual var və bu sualı hələ Ağ Evdə heç kim cavab verə bilmir. Bu mütləqdir. Əgər buna cavab tapa bilsəydilər, hücum edərdilər. Bu suala heç kim Ağ Evdə cavab verə bilmir ki, əgər bu müharibə başlayarsa, qələbə garantidir yoxsa yox. Əgər bu müharibə baş verərsə, daha ağır bir rüsvay edici məğlubiyyətlə üzləşəcəyik, ya qələbə əldə edə biləcəyik. Bunu heç kim cavab verə bilmir. Əgər buna cavab verə bilsəydilər, hücuma mütləq başlayarlar. Əgər hücuma hələ ki başlamayıblarsa, bu deməkdir ki, hələ heç kim onu cavab verə bilmir. Və bu çox önəmli bir məsələdir.
game changer addımlar ki mən dedim, yəni oyun dəyişən qaydalar. Bir məsələ var idi ki, təxminən bir ay bundan öncə səhv etmirəmsə, ya bəlkə də daha az baş vermişdi. Müxtəlif medialarda mən onu görmüşdüm, amma İrandan rəsmi bir şəxsin bu məsələyə işarə etməsini gözləyirdim ki, İran İslam Respublikasının ordusunun baş komandirinin müavini bu məsələyə qeyd etdi və işarə etdi və bu olayın həqiqətinə və olduğunu təsdiqlədi bir növ. Və o çox mühümdür. Baxın, Süleymaniyə, İraqın Kürdistandakı var. Separatçı Kürdlər də orada yerləşirlər. Onlara bilirsiniz də amansız şəkildə İran hücum edir. Puallarla, raketlərlə, bəzən İrandan qırıcı qalxır, oradakı bəzi məqərləri vurur və s. Bu separatçı Kürdlər 40 günlük müharibədə qərar idi ki, İranla cəbhə açsınlar, qurudan cəbhə açsınlar, İranda bəzi hücumlar etsinlər, təxribat xarakterli və s. Trump'a atdılar onlar. Yəni Trump'a bir növ xəyanət etdilər və o silahlar ki, Amerikadan almışlar hücum etsinlər, ilə İranın özünə və İran cəbhəsinin özünə satdılar. Belə bir rəvayət də var. Hal-hazırda onlar hazırlaşırdılar və onlar Amerikanın təzyiqində və İsrailin təzyiqində nəsə əməliyyatlar etmək istəyirdilər ki, İran tərəfindən daha ağır və daha şiddətli hücumlara məruz qaldılar və bundan əlavə İranın xüsusi təyinatı, İran ordusunun, həm keşikçilər korpusunun xüsusi təyinatları var ki, ayrıdılar və ordunun da, bilirsiniz, İranda həm ordu var, həm keşikçilər korpusu. Ordunun xüsusi təyinatları ki, Nohed adındadılar. Bunlar İran hava qüvvələrinin xüsusi təyinatlardılar ki, bunlar çox ağır və çox güclü təlimlər, çox təzyiqli bir təlimlər görürlər və iddia etmək olar ki, dünyanın ən güclü xüsusi təyinatlardılar. Bu Nohed ki var, bunlar. Həqiqətən də iddia etmək olar ki, bunlar dünyanın ən güclü və ən qorxmaz və ən təhlükəli və ən qorxulu xüsusi təyinatlardılar və bunlar bir əməliyyat ediblər Kürdistanda və Süleymaniyədə daxil olublar qurudan və gediblər 19 separatçı Kürd bazasını tam şəkildə məhv ediblər. Onların orta dərəcəli komandirlərindən bir çoxunu öldürüblər, baş komandirlərindən bir neçəsini əsir tutublar və bəziləri öldürüblər və geri çəkiblər İran tərəfinə. Bir nəfər itki verilməyib, bir nəfər yaralı da baş verməyib Nohed tərəfindən, amma Kürdlərin 19 bazasını tam şəkildə yerlə yeksan ediblər, yəni lazım olan hədəfləri bombalayıblar, partladıblar və lazım olan komandirləri ya öldürüblər, ya əsir tutub geri çəkiblər. Bu bir siqnaldır. Ki, yəni, bax, Kürdistan ki dağlıqdır, Kürdistan ki yüksəkliklərdir, Kürdistan ki Kürdlər daha çox döyüşdürlər, nəinki ərəblər və s. Bunlara qarşı bir gecədə belə bir əməliyyat baş verir İran tərəfindən. İran tərəfindən bir itki də vermir. %100 də plan üzərində gedirlər və qələbə əldə edirlər. Bu bir siqnaldır. Ki, yəni, Kuveyti neçə saat ərzində bununla götürə bilərlər. Bəhreyni bunlar neçə saat ərzində ala bilərlər və s. Və orada da Amerikanın əskərləri də var, orada Amerikanın döyüşçüləri də var və bu bir siqnaldır və bu da həmən game changer siqnallardan biridir ki, bax, qurudan mən belə döyüşürəm. Qurudan döyüş başlayarsa, mənim döyüşçülərim bunlardılar. Meydan oxuyur. Mən bunlarla döyüşəcəm. Sən kimlə döyüşəcəksən? Gəl. Belə bir, o dediyim kimi də eskalasiyanı artırmaq məsələsi. Bu bir çox mühüm hadisə idi baş verdi və bu hadisədən sonra yavaş-yavaş medialar sızmağa başladı və hal-hazırda ciddi şəkildə ünvanlanır. Hətta Trump'ın özündən də soruşdular. Kuveyt, Bəhreyn və Qətərdən Amerika bütün ordusunu götürüb aparıb. Süleymaniyədən də aparıb. Süleymaniyədə hal-hazırda bir patriot belə qalmayıb, bir Amerikanlı. Mən baxırdım, bir Kürd ekspert idi, Əl Cəzirə ilə danışırdı. Deyir ki, hal-hazırda Kürdistanda Amerikalı bir maşın belə qalmayıb. Amerika bütün sursatını, bütün texnikasını, bütün döyüşçülərini, bütün təyyarları, hamısını İraqın Kürdistandan götürüb və geri çəkilib. Çünki o İranın hücumlarından o mesajı alıblar. Kuveyti tam şəkildə boşaldıb, demək olar ki. Bəhreyni demək olar ki, tam şəkildə boşaldıb, Qətəri də həmçinin. Və Yordaniyanı da boşaltmağa məcburdular və yavaş-yavaş da boşaltmağa doğru gedirlər. Trump'dan soruşurlar ki, belə bir iddia olunur ki, Kuveyt və Bəhreyndən biz çıxmışıq və hal-hazırda olar ki, bazalarımız yoxdur. Bu düzgün bir xəbərdir. Trump deyir ki, mən bu suala cavab vermək istəmirəm. Və bu sualdan qaçır. Və hal-hazırda bunların hamısı da o qurudan olan hücumdan sonra baş verdi və bu çox mühüm oyun dəyişən, qayda dəyişən bir əməliyyatlardan biridir ki, İran tərəfindən həyata keçib son günlərdə. Son bir şübhə də var ki, inşallah onu da cavablandırın və bitsin. Azərbaycan mediasında deyirlər ki, İran mediasında bir Allah onu
hidayət eləsin deyək. Bir şəxsdir ki, heç bir məsuliyyəti də yoxdur, heç bir amma kampaniya üzərindən onun sözlərin qabartdılar, böyütdülər və dedilər, ya bu dahi şəxsiyyətdir, bu filan da heç bir kəs də deyil, azını da çəkmək istəmirəm. Gəldi dedi ki, Pezeşkiyan hər dəfə deyir ki, istefa verəcəm və ali məqamlı rəhbər də deyib ki, bu dəfə istefa versə qəbul olunacaq. Mən də gördüm ki, Azərbaycan medialarında, Türk medialarında çox şiddətli şəkildə Pezeşkiyan istefa verir, İranda çox böyük gərginlik var, İranın rəhbərliyi arasında çox ciddi problemlər var, qarşıdurmalar var və s. Bunun cavabını ilk öncə cənab Pezeşkiyanın söhbətlərindən dinləyin. ما با نیروهای نظامی کاملا هماهنگیم. یعنی اون آدمایی که اونجا هستن من اگه تهدید کنم علیرغم میل رهبری میان طرف من هیچ جفا در حق اون آدم هست. من استعفا بدم خب رسما اعلام میکنم استعفا دادم. استعفا نخواهم داد، خواهم ایستاد. حالا اینا میخوان بگن که یه اختلافی درست کنن که اینا رهبری یه چیزی میگه، اینا یه چیزی میگن. چیزی رو که عیان است چه حاجت به بیان است. همه این مردمی که این سختی های ما رو میبینند و تحمل میکنن برای ایران دارن این کارو میکنن. Şəxsən özü deyir ki, yəni dərhal çıxdı və deyir ki, mən heç bir şəkildə istefa verməyəcəm, mən dayanmışam və öz işimi və öz vəzifəmi həyata keçirəcəm. Amma o söhbət iki başlı idi. Bir Pezeşkiyanın istefası idi, iki ali məqamlı rəhbər deyib ki, əgər bir də istefa versə, mən onun istefasını qəbul edəcəm və imzalayacağım ki, da çıxıb getsin. Belə bir iddia. Ali məqamlı rəhbərin dəftərinin ictimaiyyətlə əlaqədar bölməsi belə bir bəyaniyyə verib. Bu bəyaniyəni dəqiq üzündən oxuyuram ki, inşallah baxasınız. İslam İnqilabının ali rəhbəri öz mesajlarında, o cümlədən son müraciətində müqəddəs birliyin qorunmasına, həmçinin İslam Respublikasının məsuliyyətli və fədakar rəhbər şəxslərinə, burada fədakar və rəhbər şəxslərinə deyəndə bu tərcümədə belə çıxır. Farsasında üç qüvvənin başçısı kimi deyir ki, olur prokurorluq qüvvəsinin başçısı Hüccətül İslam Ejeyi, parlament sədri Doktor Qalibov və hökumətin sədri, yəni dövlətin sədri prezident cənab Doktor Pezeşkiyan. Onlara qeyd olunur. Xüsusilə də hökumətə hörmət göstərilməsinin vacibliyini vurğulamışdır ali məqamlı rəhbər. Hökumət deyəndə, yəni dövlət, cənab Pezeşkiyan və onun nazirləri. Və həmişə də ali məqamlı rəhbərimiz burada qeyd olunan kimi onlara hörmət, onlara qarşı ehtiramla və birlik qorunmasının tələb edib həmişə. Ali rəhbərin bu tövsiyələrinin əksinə olaraq cəmiyyətdə parçalanma yaradan, məsul şəxslər haqqında əsassız ittihamların yayılmasına səbəb olan məlumatlar düşmənlərin məqsədlərinə xidmət edir. Yəni, bu məsul şəxslərə qarşı hər hansı bir ittiham, bu məsul şəxslərə və onları zəiflətmək istəyən ittihamlar hamısı düşmənin hədəfinə xidmət edir. Bu, ali məqamlı rəhbərin mövqeyidir. Bu, bir nümunədir. Bir deyir ki, mən hörmətsizlik eləmədim ki, mən intiqad elədim, doktor Əraksiya dayı az qala orada namus söyüşü verə. Bu, düşmənə xidmət edir. Hər kimsə gəlib Doktor Pezeşkiyan haqqında belə bir yalan informasiyalar yayırsa düşmənə xidmət edir, bu ali məqamlı rəhbərin mövqeyidir. Hansı şəxslərə rəhbər buyurur ki, bu fədakar və məsuliyyətli şəxslərdirlər bunlar. Bu üç nəfəri deyil və onların tabi olan şəxslər. Bu səbəbdən sosial mediada yayılan və bir şəxsin prezidentinin məktubuna ali rəhbərin reaksiyası barədə iddia irəli sürdüyü paylaşım tamamilə yalandır və həqiqətə uyğun deyil. Baxın, burada İranda iki cür bəyaniyələr olur. Bəziləri deyirlər ki, səhhət nədarət, yəni doğru deyil. Bəziləri təkzib, yəni yalandır. Yalandırda şiddət var. Yalandır sözündə reaksiya, yəni qəzəblidir və ali məqamlı rəhbərin mövqeyi burada təkzib edir ki, belə bir hadisə baş verməyib və prezidentə olan dəstəyini bir daha ali məqamlı rəhbər burada göstərir. Və bu çox önəmli bir məsələdir ki, baxın, yəni hər kim bu məsələnin üzərində işləyirsə, Azərbaycan mediasında, Türk mediasında hər kim bu məsələnin üstündə işləyirsə, ali məqamlı rəhbərin dəftərinin bəyanatına əsasən düşmənə xidmət edir. Yalandır, heç belə bir hadisə baş verməyib. Yalnız Amerikanın və düşmənin xeyrinə olan bir məsələdir ki, istəyirlər göstərsinlər ki, İranda gərginlik var, İran rəhbərliyində və idarəçiliyində ciddi problemlər var və s. Hamısı yalandır və İranda heç bir ixtilaf, hakimiyyət və rəhbərlik və komandirlik səviyyəsində yoxdur. Bu məsələdən son bir şübhəyə də bir cavab deyim, qısa şəkildə və gedək. Baxın, baxıram ki, Azərbaycan mediasında çoxları elə adamlar İslam dərdi çəkməyə başlayır. İran nə üçün durub
müsəlman ölkələri vurur. İran nə üçün Bəhreyni vurur, Kuveyti vurur, Qətəri vurur, Yordaniyanı vurur. Bunlar axı müsəlmandırlar. Vurmaq istəyirsən, ged Amerikan gəmilərini vur. Amerikan gəmilərində bu qədər Amerikanlı var. Niyə onları vurmursan, gəlib Kuveyti vursan? İlk öncə cavab budur ki, İran burada bu qaydasız döyüşdür. Bu qaydalı, bu məntiqli, bu ağılla, idraçla olan bir döyüş deyil. Özü üçün ağıl və idraç da var. Özünün qayda, öz məntiqi də var. İran burada ağıllı və zəkalı döyüşür. Onunla işim yoxdur. Amma ümumiyyətlə baxanda bu bir qaydasız bir döyüşdür. Belə bir döyüşdür ki, 168 uşağın şəhadəti ilə başlayıb. Elə bir döyüşdür ki, İranın rəhbərinin şəhadəti ilə başlayıb. Bu bir cinayətdir. Bunlar hər ikisi də cinayətdir. Lamert şəhərində bunlar yeni bir silahı ilk dəfə sınaqdan keçirdilər. Bir silah da gəlir bir yaşayış məntəqəsinin başının üstündə partlayır və 18.000 qəlpiyə çevrilir. Yəni orada əgər cəmaat gecə olmasaydı və öz evlərində olmasaydılar, soyqırım baş verərdi. Orada bir futbol zalında nə qədər uşaq şəhid olur həmən vaxt. Belə bir müharibədir. Burada nə qaydası danışırsınız? Siz hansı qaydadan danışırsınız? Minabda olan məsələni qınayırsınız ki, gəlib hal-hazırda İranın Bəhreyinə olan hücumlarını qınayırsınız. İran əgər gələ bunların qarşısında deyək ki, İranı dağıdırlar, İranın infrastrukturunu vururlar, İran da dura yox, ancaq Amerikan gəmilərini vura. Bu necə bir müharibədir? İran da gərək gözə-göz cavab versin. Gözə-göz nə deməkdir? Baxın, gözə-göz deyəndə, məsəl üçün, bir misal var, çox gözəldir. Deyir ki, 2 nəfər savaşırlar, biri vurur, öbürünün barmağını kəsir. Gözə-göz odur ki, o kəsən adamın barmağını kəsinir. Amma barmağı kəsilən adam deyir, yazardır və ancaq qələmlə yazır, ya rəssamdır. Bunun həyatı getdi o barmağın kəsilməsilə. Çörəyi qazanmağı, ailəsini dolandırmağı və bütün həyatı o barmaqdan asılı idi. Bunun barmağı kəsildi, bu artıq bədbəxt olub. Öbürü kimdir? Yük maşın şofördür, bir sürücüdür. Onun barmağı kəsilsə də, kəsilməsə də elə də mühümdür. Burada gözə-göz elə deyil ki, İranın bir infrastrukturu vurulur, İranın bir neft ayırma zavodu vurulur. 47 ildir sanksiyalar altında, təzyiqlər altında, iqtisadi böhranlar altında, daxili zəhmətlə, daxili mütəxəssislər zəhmətlə bir İran neft ayırma zavodunun orada min zülümlə açırsa, İran da götürə bir neft ayırma zavodunu vura orada, məsəl misallara. 3 qat, 5 qat artıq pulun verəcəklər ərəblər, Avropalılar gəlib yenisini orada tikəcəklər. İran gəl onun qarşılığında neçəsini vursun. İran bir petroşimi, bir neft ayırma zavodunun qarşısında gedir Qətərdə, Raslefanda elə bir yeri vurur ki, bunlar 5 ilə qədər qaz istixraclarının 20%-ni əldən verirlər. Bu gözə gözdür. Belə bir müharibədə İran gəmi vursun. İlk öncə siz kimsiniz ki, İranı deyirsiniz ki, haranı vursun, haranı vurmasın. İkincisi, siz İranda olan cinayətlərə göz yumandan sonra haqqınız yoxdur ki, İranı deyəsiniz ki, nə üçün başqa yerləri vurur. Üçüncüsü, İran bəyəm hansısa bir sivil insan olan yaşayış məntəqəsini vurur. İran bəyəm hardasa bu günə qədər o müsəlmanlardan itki alıb. İranın vurduğu hamısı Amerikanın bazalarıdır, Amerikanın mənafələridir və Amerikaya bağlı olan neft ayırma zavodları və infrastrukturlardır. Növbəti məsələ, Kuveytdir, Bəhreyindir, Ərəb ölkələrdir. Bunlar hansı müsəlmandırlar? Bunlar İslam iddiası edirlər, bunlar müsəlman deyirlər. Bunu mən demirəm, bunu bir sünni, başqa bir əhli sünnəti olan şəxsin rəvayətidir ki, özü baxın. Bak her zaman ifade ediyorum. Saddam'ın kendisi bana söyledi. Sayın Erbakan dedi. Ben gittim Kuveyt'i işgal ettim. Sen zannediyor musun ki Kuveyt'in petrol şirketini ben Arap şeyhlerinden teslim aldım? Başında Amerikalı Yahudiler oturuyordu diyor. Tabii böyledir. Aramco Amerika'nın kontrolündedir. Kuveyt Petrol Amerika'nın kontrolünde de ne oluyor? Bak onlar 40 yıldan beri tanzim ediyor. Arkadaş bu kadar petrol satacaksın, üreteceksin. Şu fiyattan satacak. Sattığın paranın bu kadarı benim Amerika'daki bankamda duracak. Şu kadarını sana veririm. Sana verdiğimden de ancak bu işleri yapacaksın. Kontrol altına almış. Kim? Siyonizm, emperyalizm. Böylece Suudi Arabistan'ın Kuveyt'in 40 seneden beri 700 milyar dolarını kendi paralarında, kendi bankalarında tutmuşlar. Erbakan burada deyir ki, Saddam Hüseyin Kuveyt'e olan hücumunda ki, Kuveyt'i tam əldə etmişdi. Deyir ki, getdik biz orada neft quyularını və neft infrastrukturlarını hədəf alanda, deyir, ərəblərdən biz təhvil almadıq. Amerikalı Yahudilərdən təhvil aldıq. Hansı ki, onlar Kuveytlərə deyirlər ki, siz nə qədər neft istixrac edə bilərsiniz, hansı qiymətə satmalısınız, o satdığınız puldan nə qədərsi bizim Amerikadakı banklarımıza yatmalıdır, nə qədərsini özünüz xərcləyə bilərsiniz və haralara xərcləyə bilərsiniz. Bunların özlərindən heç bir öz pullarını hara xərcləmələrini biləcəyi Amerikanlı Yahudilərdə icazasına. Belə bir müsəlman mı olar? Belə insanları vurulmağı elə Amerikan və Yahudilərin vurulmasının özü deməkdir.
Əziz izləyicilər, bu günlük bu qədər. İnşallah ki, faydalı olmuş olsun. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Sağ olun, Allaha əmanət olun.